Gəncə Regional Kollecdə qalmaqal rəsmi səhifədən müəllimlərə əxlaq işarəsi verildi. Gəncə Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Regional Kollecdə baş verən son hadisələr təhsil ictimaiyyətində ciddi rezonans doğurub. Kollec müəllimi kollektiv rəhbərlik tərəfindən ayrı seçkilik, haqsız dərs bölgüsü və təhqiramiz münasibətlər göstərildiyini iddia edir. İddialar nələrdir? Müəllimlərin bildirdiyinə görə kollecdə dərs saatlarının bölgüsü zamanı obyektiv meyarlar gözlənilmir. Bəzi müəllimlərə dərs saatlarının şəxsi münasibətlər və yaxınlıq əsasında bəzilərinə isə narazılıq etdiklərinə görə azadılması halları müşahidə olunur. Hətta dərs saatlarının pul müqabilində satılması ilə bağlı iddialar da səsləndirilir. Xüsusilə kollecin tanınmış musiqi müəllimi, uzun illər müşayiətçi kimi fəaliyyət göstərmiş Gəncə Dövlət Filarmoniyasında xalq artistləri ilə çalışmış Allahverdiyeva Mehriban Səfərqızına qarşı edilən münasibət narazılığı daha da artırıb. Müəllimlərin sözlərinə görə onun yüksək peşəkarlığına dövlət tərəfindən verilmiş diplom və təşəkkürnamələrinə baxmayaraq dərs saatları əsassız şəkildə azadılıb. Rəsmi səhifədən verilən cavab reaksiya doğurdu. Məsələ sosial şəbəkələrdə ictimailəşdirildikdən sonra Gəncə Dövlət Regional Kollecinə məxsus rəsmi səhifədən müzakirələrə müdaxilə edilib. Səhifənin administratoru tərəfindən yazılan cavabda deyilir: Xoşqədəm xanım direktordur. Hər bir kəs ilk öncə əxlaq mədəniyyətinə görə, daha sonra bilik və bacarığına görə qiymətləndirilir. Bu fikir müəllim kollektivi tərəfindən dolayısıyla dərs saatı az olan müəllimlərin əxlaqsız kimi təqdim edilməsi kimi qiymətləndirilib. Qeyd edək ki, cavab fərdi istifadəçi yox, rəsmi kollec səhifəsi adından verildiyindən məsuliyyət birbaşa təhsil müəssisəsinin rəhbərliyinin üzərinə düşür. Müəllimlər bu təhqirdir. Müəllimlər bildirir ki, rəsmi səhifədə bu cür ifadələr işlədilməsi pedaqoji etikaya ziddir. Müəllimlərin şərəf və layiqətini alçaldır. Təhsil haqqında qanun ruhuna uyğun deyil. Onların sözlərinə görə, əgər konkret müəllimlərlə bağlı intizam və ya əxlaq problemi varsa, bu yalnız rəsmi araşdırma və hüquqi sübutlarla ortaya çıxılmalıdır. Əks halda ümumiləşdirilmiş ittihamlar böhtan xarakteri daşıyır. İctimai rəy də müəllimləri dəstəkləyir. Sosial şəbəkələrdə paylaşımın altındakı şərhlərdə görünür ki, bir çox istifadəçi müəllimləri müdafiə edir, onların peşəkarlığını yüksək qiymətləndirir və rəsmi səhifədən verilən cavabı uyğursuz və yol verilməz olduğunu hesab edir. Məsələ açıqda qalır. Hazırda əsas suallar cavabsızdır. Rəsmi səhifədə müəllimlərə yönələn bu istifadə hansı hüquqi əsasa söykənir? Dərs saatlarının bölgüsü hansı meyarlarla aparılır? Müəllimlərin nüfuzuna xələl gətirən bu açıqlamaya görə məsuliyyət daşıyan varmı? Müəllim kollektivi aidiyyatı qurumlardan, Elm və Təhsil Nazirliyindən, eləcə də hüquq mühafizə orqanlarından məsələyə hüquqi qiymət verilməsini və obyektiv araşdırma aparılmasını gözləyir.